Deməli, bu dost mərkəzləri nədir? Bu rayonlarda, məsələn, deyək ki, bunların təbii məsələdir ki, rayonda bütün o mağazalar filanlar, zadlar, yəni böyük marketlərdən söhbət gediləndə orada kimsə gedir, öz qapısının ağzına balaca bir butka qoyuş edib, ondan danışmıram. O böyük marketlərdə fəhləlik eləmək üçün, deyək ki, 300 manata, 200 manata, yəni minimum əmək haqqından da aşağı maaşa səhər saat 7-dən gedirsən, axşam saat 12-yə kimi orada olursan. Bu şərəfsizlərin, baxın, həmən bu dost, mən ona qul mərkəzi deyirəm, o dost mərkəzi deyil. Və baxın, indi bunu sən işdən çıxardıbsan və yaxud da özü ərizəsini yazıb işdən çıxıb. Yaxşı, bu avtomatik axıb qeydiyyata alınmalıdır. Mən şəxsən hələ 2000 əmək birjaları yeni yarananda 2003-2005-ci illər bu aralar idi deyəsən. Mən orada əmək birjaları ilə bağlı bir-iki dənə reklam demişlər. Mən çəkmişdim orada və belə idi. Əmək birjaları. Deyək ki, bu Binəqədidə də bir Məmməd adında dələdüzü var, Naxçıvanlı şərəfsiz. İndi bilmirəm, bəlkə dəyişiblər, dəyişməyiblər. Əgər bilən varsa yazsın. Və bunlar qeydiyyata almalıdır. Təbii məsələdir. Mən o Naxçıvanlı qədəsindən dəxli yoxdur. Mən üzr istəyirəm Naxçıvanlılardan. İndi Naxçıvan, yəni hər yerin qədəsi də var, bəyi də var, ləyaqətlisi də var, ləyaqətsizi də var, bilirsiniz. Yəni o nöqteyi nəzərdən mən istəyirəm siz bunu mənə nöqsan tutmayasınız dostlar. Və bu yaxınlarda o bilmirəm sizə rast gəlib bir, deməli İlham Əliyevin bir lentinə rast gəldim. Deməli bu məndə var o, indi sabahda da çıxardıb göstərərəm sizə. Bizdə Azərbaycanda gündə 8 saat gündəlik iş saatı var və heç kimi bu saatdan artıq işləməyə icazə verə bilməz, vəssalam. Elə danışır ki, güya doğrudan da əgər deyək ki, mən götürək mən işləyirəm dost xidmətində, deyək ki, 8 saatım tamam oldu, deyirəm, hə, yox, mənim iş saatım bitdi, qutardı, mən gedirəm. Deyir ki, bunu sabah işə gəlmir. Bu güya ki, İlham Əliyev bilmir ki, burada Azərbaycanda vəziyyət nətəridir. Türkçe kimi bilir, prost sadəcə olaraq, yəni güya ki, bu qanuni ölkədir və bu da qanuni prezidentdir. Yəni məsələ budur dostlar. Yəni təkcə bu, inanın mənə, yəni bu təkcə bu saat indi Qarabağda bugün bizim danışdığımız ən yarıqlı mövzulardan biri olan, deyək ki, bax, Qarabağ. Bir Laçınlı vətəndaşın həmən bunun kimi müraciəti var prezidentə. Baxın. Deyir, Viktor Zakharov yazır ki, prezident deyir 8 saatlıq iş rejimi insanlar 12 saat işlədirlər. 350 manat maaş heç kimdə. Bəli, tamam. Bəs onu deyirəm də, yəni bu prezidentin İlham Əliyevin şərəfsizliyindən danışıram. Yəni elə danışır ki, doğrudan da belədir. Sən istənilən sahibkara və yaxud da istənilən firmanın direktoruna, istənilən mağazində deyə bilərsən ki, mənim iş saatım bitib gedirəm. Yəni o qanuni ölkələrdə, qanun işləyən yerlərdə olur. Qarabağ Ermənistandır. Neysə, bu yəqin bizim İlham Əliyevin qohumlarından yəqin neysə yazıb doldurub. Və nədir dostlar, məsələn, mən nəyi demək istəyirəm? Baxın, deyək ki, Xankəndinə və yaxud da Şuşaya və yaxud da o ətrafa gedən adamlar, baxın, görün nə deyir. Mən Nəcəbov Fədail Bəyləroğlu, Laçın rayonunun Ağca kəndi sakiniyəm. Hal-hazırda özüm 144 sayılı Şelani qəsəbəsində yaşayıram. Hal-hazırda mən heç bir yerdə işləmirəm, eləmirəm, nə də ailəm işləmir, eləmir. Bizim ailə vəziyyətimiz çox acınacaqlı durumdadır da, pis vəziyyətdə yaşayırıq. Dövlətdən 120 manat çörək pulu adlanan pul alırıq, lakin ki, bu da kommunal xərcləri ödəmir də. Ailə vəziyyətimiz çox ağırdır. Mən cənab prezidentimizdən, yuxarı orqanlardan
Mən kömək istəyirəm ki, bizə öz köməyi eləsinlər, öz dəstəyini eləsinlər. Çox çətin, acınacaqlı durumda qalmışıq. Vəziyyətimiz çox pisdir. Dolana bilmirik. Bununla bağlı dəfələrlə getmişik Laçın rayonunun icra hakimiyyətinin başçısı Aqil Nəzərinin qəbuluna və onun müavini Tofiq Mirzəyevin qəbuluna ki, ailə vəziyyətimiz çox acınacaqlı durumdadır da bizə köməkdarlıq elə. Bizə bir Laçın rayonunun Taxta Körpü qəsəbəsi də JEK deyilən idarə var, Komxoz deyilən idarə var, Dost xidməti var, yol idarəsi var, su idarəsi var, yaşlılaşdırma idarəsi var. Bu idarələrin birində bizə də bir süpürgəçilik işi öz tapşırığınızı verin, cənab patçı. Biz də işləyək, dolanaq, dolana bilmirik də, ailə vəziyyətimiz pis vəziyyətdədir. Lakin buna baxmayaraq bizə bildirir ki, Laçın rayonunun icra başçısı və onun müavinləri bizim səlahiyyətimiz çatmır. Necə yəni bir Laçın rayonunun icra başçısının səlahiyyəti çatmır ki, vətəndaşına bir köməkdarlıq eləyə, bir yardım eləyə, bir əl tuta. Acınacaqlı durumda yaşayan bir ailə. Dostlar, məsələ burasındadır ki, həmən o başçı düz deyir. Bugün deyək ki, Laçında deyək ki, o bir gədə var, prezidentin deyək ki, xüsusi nümayəndəsi. Yəni, daha doğrusu prezidentin sukası. O təkcə deyək ki, Laçında yox, bütün rayonlar üzrə var və bugün deyək ki, Qarabağda baş verən bütün dələdüzü təsəvvür edin, prezident onlara tapşırır ki, bir dənə Qarabağlıya iş verilməsin. Baxın, bir ailə 120 manatla o, deyək ki, məcburi köçkünlərə verilən o sürək pulu ilə orada necə yaşasın? Komxozda süpürgəçi işləməyə başçı deyir, mənim səlahiyyətim çatmır, düz deyir. Ona görə ki, orada tapşırıblar ki, Qarabağlılar işə götürülməsin. Yəni, çalışmaq lazımdır ki, onlar bezdirilsin və onlar Qarabağı tərk edib keçsinlər. Yəni, bu qədər bəsit. Yəni, bu təsəvvür edin. Yəni, bu, dostlar, inanın, Allah'a and olsun, mən bunu özümdən uydurmuram. Baxın, sizə bir dənə dilent göstərim, görün nə deyim. Bir ildə artıq burada yaşayırıq. Xankəndi nümayəndəliyi bizi heç bir işlə təmin eləməyib. 5 nəfər ailə burada dolanırdıq. Yolun qırağında belə bir özümüzdən şərait yaratmışdıq ki, dolanaq. İş yox, güc yox, imkan vermirlər dolanaq. Ancaq Elçin Subovun tanışları işləyə bilər, sakinlər işləyə bilməz, qıraq cəmaət işləyə bilər. Eşitdiniz, yəni bu bilirsiniz, mən sadəcə olaraq istəyirəm biz bilək ki, yəni bugün Qarabağdakı torpaqlar ay belə basıb bağlayırlar ki, torpaqlarımız azad olub, Qarabağa gedin falan söhbəti yoxdur. Sadəcə olaraq bugün Qarabağlıları Qarabağdan ilgəndirmək prosesi gedir. Təsəvvür edin. Deyək, gəlmişik Xankəndi, bu yolun üstüdür. Orada gəlib indi yəqin bir obyekt açıb, bu da bir dənə köbələk qoyub ora, orada yəqin nəsə satırmış. Gəlir deyək ki, bu öz adamını qoyur orada satmaq, amma bunu qoymur deyəsən olmaz. Yerli adamlara burada nəsə satmaq olmaz. Yəni bunun hamısı ortada olan məsələdir və bugün deyək ki, həmin o Qarabağda, o rayonlarda prezidentin xüsusi nümayəndəsi var ha, dostlar. Bunlar sadəcə olaraq şərəfsizliklə məşğuldurlar. Məhz İlham Əliyevin göstərişi ilə. Təsəvvür edin. Onlar orada hətta bu ermənilərdən qalma evləri, yaxşı evlərin üstünü falanın adını kəsib doğrayıb satmaqla məşğuldurlar. Çürük taxtadan maxtadan verirlər ki, həmin o evlər remont olunsun, verilsin insanlara. Və bununla da bağlı təsəvvür edin. Bir lent var, onu göstərəcəm. İndi sizə baxın. Bunu özdə... Zörbən rayonunun Qarakənd kəndində işləyirik, usta kimi fəaliyyət göstəririk. Qanunsuz yəni işləyirik, heç bir yerdə qeydiyyatda görürük, nə vericizat, bu heç burada qoyuruq qırağa. Baba, bu şirkətdir. Bax, bu nömrəli evdə işləyirik. Baxın, aidiyyatlı qurumlar. Hörmətli cənab prezident. Baxın, bizə görün, burada bunlar nə baş verir. Deməli, burada bu erməni qrup getmişdi, böyük bir naves var idi, bax burada. Yaxşı dəmir boruları var idi qalın. Onu burada söktülər,
satdılar. Baxın, bax. Bunlar güya ki buranı təmiz iş görürlər. Amma bu turbalar burada, borular, dəmir boruları kəsib satdılar. Telman adlı şəxsi burada. Necə bizim bu şirkətdə deyəsən bu qarakətdə rəhbərlik eləyir. Sonra keçirəm burada bizə verilən materiala baxın, xahiş edirəm, ay hörmətli aidiyyəti qurumlar. Bax, bizə gətirib deyir ki, bunu ilə pol vurun. Ermənidən qalma çürük taxtadır. Bax, bunu ilə pol vurmaq olar. Bax, baxın, xahiş edirəm. Diqqətlə baxarsınız bax, bu materiala. Ki, bunu ilə pol vurmaq olar, yoxsa yox. Gətirin, axırda məcbur olduq. İçərini də kesib çəkəcəm. Bax, buyurun, baxın. Görürsünüz, bax, bunu ilə pol vurmaq olar. Bunların bizə verdiyi material. Gəl Nəbi, gəl içəri. Gəl içəri. Bax. Görün. Baba, bax fikir verin. Görürsünüz buralar, baba bu materialla işləyir. Görün dostlar, yəni çürük material evdə təsəvvür edin güya ki bu remont gedir. Evdə həmən o çürümüş polun üstünə təzədən o çürümüş taxtalardan qoyub üstünə fanerka vururlar. Yəni yaxşı materiallar, oraya gələn material. Bunun hamısında eləyən həmən o orada prezidentin nümayəndəsindən başqa bir köpək olur da bir şey eləyə bilmir. Əlini parmağa vura bilməz. Yəni məsələ budur. Mən istəyirəm ki, biz bilək, mən əziz bizim qardaşlarımız, bacılarımız, yəni Qarabağdan didərgin düşüb və 33 ildən sonra da yəni öz torpaqlarına qayıtmaq arzusuyla yaşayan adamlar. Biz bu dələduzları bu ölkədən deyək ki, bu yığışdırmasaq, biz nə ata-baba deyək ki, torpaqlarımıza qayıdacağıq, nə də onların qəbirlərinə sahib çıxa biləcəyik.